Salam dostlar, necəsiniz? Bugün sizlərlə birlikdə yeni bir video ilə qarşınızdayım. Mən bu səfər uzun video çəkirəm. Nəysə, bu videoda GTA6-ın nə çıxdığını və hansı konsollarda olacağını deyəcəm. Sizin də bu videonuzu ilginizi çəkəcəyini fərz edirəm. Yəni inanıram ki, sizin də bu videoya ilginizi çəkəcək. Nəysə, birinci səbəbdən başlayaq. GTA6 niyə 2025-də çıxmadı? Birinci səbəbi odur ki, dostlar, yeni çıxan GTA San Andreas, GTA Vice və GTA neydi o? GTA 3'ün tam grafikləri çıxdı və bu grafiklərdə çox bug var idi. Və bu buglara görə isə video çəkdiyinizi istəyirəm. Oyun təxirə salındı. Yəni 2025-də çıxmalı olacağı ikən 2026-ya verdi. Bunun səbəbi odur ki, oyunda çox bug var idi, qəribə buglar var idi. Və bunu düzəltmək üçün oyunun çıxışı ertələndi və 2026 eləndi. Bunun digər nədəni isə mənim üçün mən teoriya olaraq sunmuşam. Düz ola da bilər, düz olmaya da bilər. İnsanların GTA 6-nı elə bir vaxtda sundular ki, 2025'e çox az qalmışdı. Və 2025'e çox az qaldığı müddətdə bunu çıxartmadılar. Mən bu öz teorimdir. Yəni hamının oyunun reytingi çıxması üçün oyunu gec çıxardılar. Hamı çünki bu oyunu gözləyir. Və gəldik, bu oyun hansı konsollarda oynanacaq? Oyun sadəcə PS5'lərdə, bir də masaüstülərdə olacaq. Bir də ki, təzə Xbox, ən yeni növ Xbox-da olacaq. Və bir də ki, masaüstü kompüterləri olanlar, bu masaüstü kompüterləri olanlar sizə belə bir şey demək istəyirəm ki, yəni kompüteriniz çox pisdirsə, yaxşı bir dənə kassa yaptırmalısınız. Çünki bu oyun 100 FPS-in üstündə olacaq. Və mən də istəmirəm ki, siz bu oyunu pis vaxtda pis bir grafikdə oynamanızı, dona oynamanızı istəmirəm. Yəni alacaqsınızsa bunu başdan ihtiyac görün. Amma ondan sonra gedib GTA 5 alın, pul yığın və sonra ala bilərsiniz. Nəysə, qalan vaxtda isə sizə gəlin sizə bir söz deyim. Mənim kanalımda 3 dənə short videosu var və indi 6 abunəyəm. 6 abunəyəm deyəcək ki, bəli, 6 abunəyəm və bu 6 abunəyə ulaşdığımız üçün sizdən çox təşəkkür edirəm. Amma hədəfimiz 50 abunədir. Sizdən çox xahiş edirəm. Bunu izləyənlər kanala abunə olub videoya like atın. Çünki bu mənə çox lazımdır. Sizlərlə birlikdə biz güclənirik, biz bir ailə olacağıq. Və mən belə hər gün uzun video, bilgili video, həm də komik, gülməli videolar atacağım. Sizinlə birlikdə GTA San Andreas videolar çəkəcəm. Deyəcəksiniz niyə GTA Vice yox? Çünki GTA Vice çəkə bilmirəcəm. Çünki o mənim telefonuma yüklənmir. GTA Vice, GTA San Andreas yüklənir, o qədər. Və gəlirik videonun sonuna. Nə olar, sizə xahiş edirəm. Bir like bizdən əsli görməyin. Like atıp kanala abunə olun. Məni xoşbəxt edə bilərsiniz. Sağ olun, salamat qalın.